Salam, xoş gördük dəyərli izləyicilərim. Bugün hazırlamışam yumuşaq pambıq kimi çox dadlı, kremli şokoladlı buluşkalar. Xəmir üçün 1 stakan yarım, stakan ölçüsü 200 mg-dır. Süd götürürük. 300 mg gedir süd buram. Ən birinci deməli maya hazırlanır. Videoda görürsünüz necə yumuşaqdır. Reseptdə yazmışam quru maya, amma mən yaş maya işlətdim 30 qram. Maya hazırlayanda deməli şəkər sonra qatdım, qaçdırırıq. 4 xörək qaşığı bitki yağı qatdım, 2 yumurta, duz, vanil və 5 qram bir çay qaşığı qabartma tozu. Hamısını qarışdırırıq. Sonra hissə-hissə un qatılır. 60 qram yumuşaq kərə yağı qatılmalıdır və xəmir yoğururuq. Xəmir alınır yumuşaq, qəşəng xəmir alınır. Görürsünüz necə qalxır. Xəmir ki, mən bir dəfə belə xəmiri əlimlə qarışdıram, sonra da yenə qalxmışdı. Burada da qoyuruq krem hazırlamaq üçün, deməli 150 mg süd, 2 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı yarım qarğıdalı nişastası və 1 yumurta sarısı. Hamısı qarışdırılıb belə krem hazırlanır. Qoyuruq soyunmağa. Krem hazırdır. Deməli xəmir gəldi, qalxmışdı. 2 yerə bölürük, 2 gündəyə, yarım saata qoyuruq qırağa. Yaxşıca qalxır. Çox gözəl xəmirdir. Birinci gündəni götürürük və oxluqla belə açırıq. Və sonra 12 lenta bölürük. Düz 12 lent. Bir gündədən düz 12 lent alınır. Belə görürsünüz, qatlayırıq rulet formasında. Belə iri-iri qatlayırıq. Sonra yığacağıq onu protevinə. Bu ikinci gündədir. Onu da eyni yığırıq protevinə. Salafanla örtürük və yenə yarım saat gözlədirik ki, yaxşı qalxsın. Sonra üstünü sürtürük yumurta sarısıyla, həmişə mən biraz süd qatıram. 1 xörək qaşığı, 2 yumurta sarısı. Bu da belə görürsünüz, kremi belə üstündən vururuq. Sonra və şokolad damlaları 180 dərəcədə, düz 180 dərəcədə 35 dəqiqə hazırlanır. Çox dadlı, yumuşaq. Uşaqlar səhər yeməyini çox sevirlər. Siz də hazırlayın.